günündən sizləri salamlayıram. Formula 1-ə görə bütün yolları bağlayıblar. Bayaqdan fırına qalmışam ki, hansı yoldan keçsəm Allaha da xoş gedər. Mənə də xoş gələr. Saat 8-ə qalıb. Əvvəl mən kamerayla, telefonla, bayırda çöldə şəkil video çəkəndə, indi bilmirəm, mən kameraya mikrofonu bağlamamışam. Səsim yaxşı gəlməyə bilər. Amma mən düşünürəm ki, çox böyük bir problem yaratmır. Deməli, əvvəl mən sosial bir mühitdə, istər-istəməz kameranı, telefonu əlimə alanda özümə kompleks yaradırdım ki, başqalarının baxışları üzərimdədir. Amma onu belə deyək də tüklədim, yemişəm. Sizə kombinimi göstərəcəm. Görürsünüz. Bacınız olaydı da yəni. 2024'ün en güzel kadını. Əslində mən universitetin ilk günüdür deyə düşünürdüm ki, yollarda adam çox olar, çox bastırıq olar. Düzü mən 1 saat tez çıxmışam. Yarım saat öncədən işimi götürürdümsə, 1 saat yarım öncədən götürmüşəm işimi. Bəlkə ona görə mənə rahat gəlir, amma mən bugün Bakıda o qədər də sıxlıq görmədim. Uşaqlar, kombinim belədir də, baxın. Köynəyim belədir, burası belə detaylıdır, bu hissəsi açıqdır. Yəni yaxası belədir, obşum. Çəhra ilə ağ rəngi belə kombinasiya elədim. Dərsimiz bitir artıq. 2 dəqiqə qalıb. Bu da mühazirə, bugünkü mühazirə. Akşam saat hoş kazanır. Salam. Salam. İndi otağa gedirik. Biz süslenirik. İkinci dərsimiz başlayır. Sen zaten hayır. Sen zaten. Otaq sayı bilmirəm. Salam Hüseyin. Hüseyin salam aldı. Aldı. Dörtdə. Blokdur. Bura universitetin koridorudur. İkinci saatimiz 413-cü otaqdadır. Sinif otağını göstərirəm. Bu yürək söyləyək için atıyor. Gəl sizə aşağını da göstərim. Burada normalda maşınlar keçməlidir. Formulaya görə bomboşdur küçələr. Görürsünüz necə gözəl. İndi bizim dərsimiz bitdi və gedirik hara? Gəncliyim ola. Mən getmirəm. Var çəkməm. Sizinlə. Qorxulara baxırıq. Ben keçimdən. Mənim əslində fobiyamdır qaranlıq və qorxulu şeylər. Bu ikisi qışqıracaq, biz də güləcəyik. Biz qorxuluyuz. Ay Allahım, sonra necə gəlirsən? Buran kəsərsən, qələt edirsən, sən başa düşdün? Jumpscare verərsən ortaya. Bizim sen hala sıkın edecek, ben başımı böylece. Bu qədər. İndi gedirik biz gəncliyim. Qolum qabağa fırlam. Uşaqlar, Əminə bugün gəlmir və niyə belə hərəkət eləyir bilmirik. Səbəbi odur ki, qorxu kinosuna gedirlər. Mən çünki çox qorxuram. Hətta qorxu kinosuna baxmadan belə, onun fraqmanına baxanda belə mən bəlkə də aylardan yatmıram. İndi Əminə birinci kurslara yol göstərir, onu göstərəcəm sizə. Bir də bizim dərsimiz bitdi də. Hə, işıq zad vurublar. Böyük dəyişim var. Əminə hara getdi? Biz indi universitetin koridorundayıq. Baxın belə göstərim. Burada bankomatı falan var. Yəni bir dənə ətrafa baxın, nə qədər valideyn var. Mən cavab vermir. Biraz bir 5 dəqiqə gözləyim, cavab vermirsən. Kimi gözləyirik? Mən öz şey Bravoya gəlmişik. Buradan bir iki şey alaq. Sonra qaçırıq yuxarı. Sinemaya baxarıq və nəyə baxırıq? Sizin 8-ə.
Mən qorxuram, Fatimə qorxur. Leyla'ya inanıb gəlirik. Uşaqlar bunlara baxdı. Yəni uşaqlar var. Heç başqa şeylərdən öncə filmdən çıxandan sonra. Hə, bu öncəsidir, sonrası. Deməli indi biz moldayıq, aldıq biletləri, gedirik. Bizim bələdçimiz, tur bələdçimiz. Bu arada qiymətlər 6 manat idi. Çox ucuzdur məncə. Ya da həftə içində deyə belədir. Normalda 7-8 manatdan başlayır. Sidinin şeydə olanına, Sidinə baxdıq, hansına baxdıq? 10 manat olan. Kulyas. Kulyasdan isə gəncliyim oldu 15-50-də olan 5 manat idi. Mən dünən Nə yaxşı. baxanda 5 manat idi, hə, amma Gedək. bəlkə saat fərqi var ona görə. Axşam saatlarını biraz Sola 8, axıra 2. Tər bastı. mənim də Allah güzel çıxır. Bəlkə onun çoxalanda adam o qədər qorxmaz yəni. Hara? Biz yarım saat əvvəldən girib otururuq. Geç. Üstümüz özümüzün önüme gelir. Hə? İndi qorxulacaqlar. Bir dəfə normal 4D-yə gələk, qoyun bizi qorxutsunlar. 4D hansın? Ayda sən əl vurmaqsa. Oyda mən dəli olaram Leyla. Ay pis gic olacaq. Leyla. Uşaqlar göstərərəm sizə buranı belə. Yox da mən ortada Fatimə. Mən elə anlaşmışdım. Siz mənim yanlarımda oturun. Yo, mən ortada, siz mənim yanımda. Aldıqlarımızı göstərək. Yo, IMT. Long chips. Leyla, nələ almışsan? Heç sevmədiyim barbekü. Niyə belə almışsan da? Dedim bəlkə sevərəm. Mənim neysim budur. Eyni almışım. Mən xoşum gəlir bundan. İçkim köpüdür. Fatimə də Sprite alıb. Mən bunun ayrıca reportajına baxmışam. Belə səhnələr belə gördüyünüz yerdə çəkilirlər, görə çəkilirlər. Uşaqlar, kino başlayır. Çox çəkə bilməyəcəm, icazə yoxdur. Amma çəkdiyim qədər az-az çəkəcəm. Allah haqqı. Biz çıxmışıq indi kinodan. Leyla bizi kinoya gətirib uşaqlar. Təsəvvür edin. Bir də gördüm kinonun yarısından Leyla yoxdur. Gedək KFC-yə, KFC tərəfə telefon. Hə, Leyla yoxdur uje. Leyla yatır. Özü də ən qorxulu yerlərində. Dəhşət də. Leyla özünü kaptırmışdı. İndi moldayıq. Yəni, iyrənc səhnələr çox idi. Hə, səs effekti dəhşət bərbad beynim hələ də yəni. Səslərdən də yəni dolub beynim. Sonra pozuldu, mən də fark etkim oldu oradakı. Yəni, kinonun axırındayım sizə. Deməli, bayaq kinonun ardı, kino necə oldu, hekayəsi haqqında yarımçıq qaldı. Amma danışacağam. Danışmazdan öncə sizə dostlarımı göstərim. Buna səs gəlmir ha. Gəlir səs görəsən. Mən nəsə kinonun səsi başımı çox ağrıdır. Əslində mən kinoya başlamazdan öncə çox ac idim. Cipsi, sok içdim belə elə bil ki qarnım doydu, amma əslində doymuş sayılmıram. Sadəcə başım çox ağrıyır və yəni bir tərəfdən ağzımı işləməyə götürə bilməyəcəm. Sizə gələn yaxşısı mən kino necədir, hekayəsi haqqında məlumat verim. Deməli kişinin daha öncədən ailəsi olub, hansı ki bu ailəsində ailəsi olmayıb, nişanlı olublar. Amma çox istəyib bu qızı. Bununla yanaşı aldadıb. Və aldadıb, neçə dəfələrlə aldadıb, hətta yoldaşına
xəstəlik keçib. Elə bir xəstəlik ki, dərisinə bulaşır və dərisinə bulaşandan sonra bunun heç bir, yəni artıq türklər qısır deyirlər də, yəni o xəstəliyi gətirib çıxarır. Yəni bunun artıq xanımın sonsuzluq, yəni uşağı olmayacaq bir sözlə. Və bunu dediyi gün kişiyə Fatih də adı. Gedir ona deyir, bu da deyir ki, deməli belə olmalıymış. Mənim onsuz da həyatımda birisi var. Sən də bunu bir oyun kimi zənn eləyərsən, yəni yadından çıxar getsin. Qadın çox pis olur, heç kimə ürəyini aça bilmir. Məktub yazır, təkcə həmən məktubu anası oxuya bilir və həmən məktubda bütün hadisələri danışır orada. Kişi də gedir, evlənir o dediyi xanımla və evləndiyi gün həmən əvvəlki nişanlısı özünü atır, intihar eləyir və ölür. Bunu görən həmən qızın anası bu ailəyə cadu eləyir. Bu ailə də elə bir ailədir ki, 2 dənə qızı var. Bir qızın da 23 yaşı var və atası həmişə məsləhət edib ki, sevgililərindən ayırıb, nə bilim, deyir ki, onlar səni əldə eləyəndən sonra sənə artıq onlara lazım deyilsən, belə sözlər deyib. Qız da bir dəfə qayıdıb deyib ki, yəni özündən bilirsən də ata bunu. Atası onda susub, heç nə cavab verməyib. Qız keçib ayrı evə. Nəysə, uzun sözün qısası, bu nişanlı olan qızın anası istəmir ki, qızına ondan şeylər üstə qalsın, gedir cadu eləyir. Və cadu elə bir şeydir ki, 2 tərəfli olur. Deyir ki, cadu eləyəm, mən bunu eləsəm, bu sənin, yəni sənə qaydacaq, sən də öləcəksən. Və bu onu boyun əyir, belə deyək. Qız, böyük qızı, 23 yaşlı olan qızı sevgisilə bir evdə qalırmış, paranoyak şeylər görür. Nə bilim, qızın başqa sevgililərinə dair şəkillər, sanki atasının köhnə həyatını öz həyatı kimi görür. Bir sözlə, qız oğlanı bıçaqlayır, elə bilir ki, xəyanət eləyib. Sonra atasına yazır ki, ata sən haqlısan, filan yerə gəl. Həmən filan yer də bunun anasının əvvəl nişanlı olan, atasının nişanlı olduğu xanımın öldüyü yerdir. Qızının ayaqqabılarını görür, ayaqqabısının içindən sepi çıxır. Bir də görür ki, yuxarıdan telefon atılır yerə. Qayıdıb yuxarı çevrilib baxanda qız düşür. Ağzı açılır və bu hissəsindən qan gəlir. Yəni bir sözlə ölür orada, gözünün qabağında. Özünə bağışlaya bilmir, evə gəlir, anasından yardım istəyəndə anası dərman içizdirir bunu, öldürmək istəyir. Anasının, 2 dənə qızının ən də çox belə maraqlı idi əslində, amma biraz iyrənc səhnələri çox idi. Bir də bu sinemada səs çoxdur, adam başı ağrıyır. Mən 2 dəfə qışqırdım. O da özüm istəyərək qışqırmadım da, yəni anidən olan bir şeydir. İndi də Leyla gəliyir. Bu videomun ilk izləyiciləri onlardır. Hələ ki, canlı görürlər. İndi Bravo'ya gəlmişəm. Burada indirimlər var. İstədim sizə indirimləri göstərim. Əslində belə qablara çox maraqlı olan birisi deyildim. Sadəcə son zamanlar nəsə belə estetik görünüm verən qablara aşırı Mən özümə Temu'dan su qabı almışdım. Sadəcə istifadə edə bilmədim. Verdim, sonra bilmirəm, mamama verdim deyəsən. İndi yenisi birisi var, apardan mənə hədiyyə veriblər. Sadəcə bilmirəm, istifadə edə biləcəm ya yox. Nəsə marağım yoxdur, amma belə sevirəm məsələn görünümlərini falan, amma özüm alıb istifadə eləmirəm. Burada baxın, uşaqlar üçün də çeşidlər var. Burada gördüyünüz hər biri 2 manatdır. Əslində sadə krujkadır, yəni ekstra bir şey yoxdur mənim fikrimcə. Evə gəlmişəm, amma Expargo'ya gedəcəm indi. Orada sifarişlərimi qaytarmalıyam. Yığmışam belə paketə. Əslində ölçü problem deyil, yəni aldığım şeydə, köynəkdə. Sadəcə istəyirəm ki, bir razmerdə boş olsun. Gedək onları həll edək. Bir də Omiko'dan sifarişim var idi. Əslində Omiko'dan sifarişim 2 dənədir. Biri gəlməyib, biri gəlib. Birində gecikmə olacaq imiş. Qızlar, qaytardım mən sifarişi.
Bu məndə qalmalıdır. Pul gələnə qədər. Expargo artıq belə eləyir. Bilməm sizdə də belə eləyir ya yox. Miko'dan da sifarişimi götürdüm. İndi evə qalxaq. Sifarişimi göstərim sizə. Baxın, içində çox az qalıb. Bilmirəm mən neçə gün idarə eləyəcəksə. Yəni çox ehtiyacım var idi. Heç yerdə tapa bilmədim. Miko'dan sifariş elədim. Bu arada sifarişimi Vinex Cargo 20 yanvar filialına sifariş eləmişdim. 2 gün ərzində gəldi, çatdı. Yəni mən ümumiyyətlə bu markadan çox razıyam. Marka olaraq yəni bundan nəzərdə tuturam. Qutusunu atacağım, mənə lazımlı deyil. İndi gecə tem bağlamama açaq. Çox sifariş. Yəni açaq bunu. Mən sinemanın səs-küyü mənim hələ də başımda orada, yəni getmək bilmir. 2 dənə sifarişdir. Biri belə Van Cleef qolbaqdır. Bundan məndə var. Çox qəşəngdir. Görürsünüz. Növbəti isə qolbaqlardır. İstəyən olsa mən linklərini atarım Instagramdan. Çünki azdır sifariş. Baxın, bunlar da paslanmaz polat belə qolbaqlardır. Hamısının probu var. Alanda fikir verin sifarişlərinizə. Mən baxım görüm. Mənim ölçümdədir. Yəni tam ölçümdədir də bir dənə. Görürsünüz. Bu videonu da burada sonlandıracağım. Çay reklamı oldu, neysə. Mən getdim çay içməyə, işlərimi görüm, montaja başlayım, video ürətim. Sizə də xoş izləmələr. Bura qədər izlədiyinə görə çox sağ ol, öpürəm səni. Növbəti videolarda görüşərik. Hələlik.